Dostlar, belə bir açım verirəm bugün sizə. Axırıncı açımımdır bugünlük. Axşam bəlkə yeni açımlar elədim. Onlar ayrılacaqlarımı. Əgər sizin üçün maraqlıdırsa kimlərinsə həyatı, yaxınlarınız ola bilər, düşmənləriniz ola bilər və yaxud da onlar ayrılacaqlarmı, onların münasibəti necə olacaq? Gəlin baxın, 3 variant qoymuşam artıq. 1, 2, 3. Maraqlıdırsa bu sual, kiməsə maraqlıdırsa buyurun izləyin, maraq üçün buyurun dostlar. Bu arada abunə olmağı unutmayın, klass verməyi unutmayın. Şəxsi açım üçün də WhatsApp-ıma müraciət yaza bilərsiniz, baxaram. Və mən birinci variantdan başlayıram. Onlar ayrılacaqlarmı? Münasibətləri necə olacaq? Və bu birinci variantda çox pisdir. Burada sevgi yoxdur, hisslər yoxdur. Veçinə impulsivni hərəkətlər, tezləyəblənmək, əsəbləşmək, negativ hisslər bitibdir burada. Hisslər bitibdir. Yəni bu münasibətdə hisslər bitibdir. Bunların axırı varmı? Yoxdur. Yoxdur. Çünki hisslər bitib burada. Qəlblər bağlanıb hisslərə qarşı. Şaşırsınızmı? Bu münasibətin axırı varmı? Yoxdur. Sualı belə də qoya bilərəm. Münasibətin axırı varmı? Bunların münasibətinin yoxdur axırı. Yəni burada negativdir, impulsiv hərəkətlərdir, impulsiv davranışlardır. Hal-hazırda da belədir vəziyyət. Sonra da yavaş-yavaş bitir hər şey. Birinci variantda. İkinci variantda burada da ola bilsin sevgili münasibətində ola bilər burada belə daha çox. Maddiyatdır, puldur, işdir. Ayrılıq bir dəqiqə mən görmürəm burada. Münasibətləri yəni yaxşıya gedir, pisə getmir, görmürəm, pisə getmir. Burada daha çox hamının fikri. Və burada belə deyim ki, burada bu insanlar istəməz deyək ki, uduzsunlar həyatda, başa düşürsün, səhv olsun, uduzmaq olsun, hər şey düşünürlər. Burada daha çox işə, maddiyata, daha yaxşı eləməyə hər şeyi belə yönəlibdir. Hər kəs öz işində, öz gücündə. Belədir bu münasibətin sonu var. Burada daha çox biznes, iş, belə inkişaf bu sahədə də ayrılıq da görmürəm. İkinci variantda. Üçüncü variantda hal-hazırda necədir? Hal-hazırda belə deyim, münasibət əgər bax bu ikisindən biri olduğu yerdə məmnun deyil. Nəsə istəyir dəyişiklik olsun, il harasa getsin, il nəsə dəyişilsin və dəyişəcək. Əgər münasibətlərində bunların problem varsa düzələsidir. Yəni burada ayrılıq görmürəm. Küsəllərsə geri barışarlar. Yəni burada da ola bilsin даже nəsə əgər münasibətdə olan insanlar deyilsə, ailə deyillərsə, evlilik, elçilik təklifi də ola bilər. Yəni belə deyim dostlar. Burada ayrılıq görmürəm münasibətdə. Bəzi xoşa gəlməz bir momentlər var burada, o da düzəlməlidir. Belə. Ayrılmayacaq. Bu ikisi görmürəm. Birinci variantda biraz problemlər var. Belə dostlar, bu qədər. Yenə uzun açımlar istəyirsinizsə daha dərindən müraciət edə bilərsiniz. Və mənim ikinci kanalıma abunə olun. Orada daha uzun videolar olacaq yaxın gələcəkdə. Çünki tez açmışam oranı. Gərək 1000 nəfər abunəçi olsun ki, mən uzun videolar açım və canlı aça bilim. Bu qədər dostlar. Çox sağ olun izlədiyinizə görə.